mübarək olsun. Hər şeydən biraz efirdədir əziz izləyicilərimiz. Düz 40 dəqiqə ərzində bizə yazıb göndərə bilərsiniz. Bugün bizim çox dəyərli bir qonağımız var. Əlbəttə ki, tanınmış jurnalistdir və istəyərdim ki, Yeganə xanım ilə özü təqdim etsin bizim jurnalistimizi. Buyurun Yeganə xanım, söz sizdə. Hər vaxtınız xeyir olsun, Best FM radiosunun izləyiciləri və dinləyiciləri. Bəli, həmkarım da qeyd etdi ki, bugün iyunun 1-i. Uşaqlar, beynəlxalq uşaqların müdafiəsi günüdür. Bütün balaca fidanları ürəkdən təbrik edirəm. Onların hər birinə saf sevgi, ən gözəl təbəssüm və gələcək arzulayıram. Və uşaqlar varsa həyat var, uşaqlar bizim gələcəyimizdir. Bəli, bugün biz gələcəyimizi sağlam bir uşaqlığa verməliyik. Yəni, sağlam uşaqlar böyütməliyik ki, estafeti sağlam bir gəncliyə verməliyik. Bugünkü qonağımız dəyərli insan, mənim həmkarım İntiqam Valihoğludur, jurnalist, araşdırmacı. Xoş gəlmişsiniz İntiqam müəllim. Təşəkkür edirəm, çox sağ olun. Xoş gördük. Hər vaxtınız xeyirli olsun. Çox sağ olun və bilirik ki, bəli, bugün bütün platformalarda aktual mövzu uşaqdır. Elə məhz bugünə təsadüf etdi sizi dəvət etməyimiz. Bəli, gələcəyimiz olan uşaqların müdafiəsinə hər bir insan, həm valideyn kimi, həm bibi kimi, həm xala kimi, həm dayı kimi, həm əmi kimi mütləq onların müdafiəsinə çıxmalıdır və qonşu kimi hətta, yaxın dost kimi, yaxın kimi, müəllim kimi və s. Yəni, baxır, mən də TikTok platformalarında izləyirəm ki, siz bax bu mövzuya çox həssaslıqla yanaşırsınız. Bilirəm ki, sizin də deyəcəkləriniz çoxdur. Buyurun, sizi eşidirik. Təşəkkür edirəm, çox sağ olun. Əvvəla mən də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün övladları, körpə balaları, bizi dinləyən valideynləri, valideyn arzusunda olanlar, yəni valideyn olmaq arzusunda olanlar da təbrik edirəm. İnşallah onlara da qismət olar. Amin. O ki, qaldı mövzunun aktuallığına, ümumiyyətlə biz təkcə 1 iyunda deyil, ilin istənilən vaxtında bu mövzunu aktual saxlamalıyıq. Ona görə ki, hansı cəmiyyətdə ki, orta yaş nəsli daha aşağıdır, yəni tutaq ki, cəmiyyətin 1-18 yaş kateqoriyasındakı insanların sayı daha çoxdur, o cəmiyyətlər daha güclü hesab olunur. Bizdəki vəziyyətə gəlincə, son illərdə, məsələn, 91-ci ilin statistikası ilə götürsək, 2 dəfəyə qədər eniş var, belə deyək də, demoqrafik prosesdə, yəni uşaq doğumunda. Burada da müxtəlif səbəblər var, 90-cı illər çətin şərait olub, müharibə illəri filan və s. və ilaxır, amma nəticə etibarilə burada bir, belə deyək də, sosial təminatın da önəmi payı kifayət qədərdir. Bəli. Çünki valideyn biləndə ki, belə deyək, uşağın probleminin bir hissəsini özü həll edir, bir hissəsinə də dövlət ona kömək edir. O halda, hər halda daha cəsarətli olur, daha çox, biraz belə deyək də, o Qarabağlıların bir söz var, daha toxtaq olur. O baxımdan hesab edirəm ki, yəni uşaqlar təkcə 1 iyunda deyil, ilin bütün fəsillərində ümumiyyətlə bu mövzu aktual olmalıdır. Bəli, bilirsiniz, gözəl bir mövzuya toxundunuz. Bu maddiyyat mövzusu. Bəli, 90-cı ildən bəri artıq çox uşaqlı ailələrin sayı demək olar ki, azalıbdır. Vaxt var idi ki, nənələrimizdən, analarımızdan götürək, ailədə 7-9 uşaq böyüyürdü, 11 uşaq böyüyürdü və bugün ailədə ən çox 3, 2 və 1 daha çox təsadüf olunan ailələrdir ki, bu bir növ uçuruma aparır hər bir ailəni. Yəni, ailənin bir uşağı olmağı mənə elə gəlir ki, heç arzu olunan bir məqsəd deyil. Siz burada da ana-atanı qınamaq lazım deyil. Onlar deyirlər ki, biz istəyirik ki, uşağımızı formalaşdıraq, oxutduraq, böyüdək, düzgün, onun rifahını düzgün formalaşdıraq. Biz bir balaca da orada dövlət dəstəyi əgər olsa, artıq o ailədə ata da, ana da inanıram ki, çox belə ürəkli olacaq və o uşağın gələcəyini daha ön görəcək ki, artıq mənim dövlətimdən mənə maliyyə gəliri gəlir. Bəli, bax, bunun nəyi pisdir? Deyərdik, heç nə. Bilirsiniz, məsələ belədir ki, 61-ci ildə Azərbaycan ümumi SSR məkanında ən çox bir il ərzində, yəni əhali sayına görə ən çox uşaq dünyaya gəlmiş ölkə olub. Bu o demək deyil ki, yəni dövlət uşaq pulu verəndən sonra hərə 6 uşaq dünyaya gətirməlidir. Xeyr, burada təkcə maddi tərəfi yoxdur. Uşaq təlim, tərbiyə tərəfi də var. Məsələn, bugün baxırıq, elə imkanlı ailələr də var ki, onlar bir
ən yaxşı halda 2 övladdan kifayətlənirlər. Burası da var, amma məsələnin bir başqa tərəfi də var. O, məsələ deyərlər, gərək biraz biz obyektivliyi də qoruyaq. Bəzən də görürsən ki, çox ehtiyaclı bir ailədir, kifayət qədər yəni problemləri var, ehtiyacları var, amma Hətta yaşamağa düzgün evləri də yoxdur. 6-7 uşaq dünyaya gətirib. Bu da şuurlu surətdə atılan bir addım deyil. Bizim digər canlılardan fərqimiz təbii ki, şuurumuzdur. Amma bir daha qeyd edirəm, dövlət müəyyən təminatlar, müavinətlər həyata keçirməlidir bu prosesdə. Ancaq keçirmirsə, o demək deyil ki, tamamilə, yəni hər kəs bir övladla kifayətlənməlidir filan. Çünki baxırıq bu günləri, insanları da əslində qınamaq da olmur. Bütün hallarda bu mövzu aktualdır və buradan bir balaca bir çağırış da eləyim. Deməli, Buyurun. son vaxtlar həmkarlarım arasında, blogerlərin arasında, sadə vətəndaşlar arasında niyə uşaq pulu verilməlidir filan, bu tərzdə belə açıqlamalar var. Bu çox yanlışdır. Bu cəmiyyətdə qıcıqlanma yaratmaqdan başqa bir şeyə yaramır. Bəli. Çünki bəlli məsələdir ki, bu mövzu illərdir aktualdır. Baxmayaraq ki, o məşhur çıxışda Günay Ağamalı deyir ki, bu cəmiyyət üçün də aktual mövzu deyil. Əslində, bu həmin açıqlamadan sonra cəmiyyətin verdiyi reaksiya bir daha xanım deputata göstərdi ki, əslində vəziyyət sizin təqdim elədiyiniz kimi deyil. Çünki, məsələn, götürək şərti bir rəqəm götürək də, məsələn, 100 manat. Əgər bir ailəyə ayda 2 uşağa görə 200 manat əlavə dövlət tərəfindən vəsait gəlsə, bu nəyə pisdir? Yəni, burada dövlət də böyük bir pul itirmir. Nəticə olaraq daha sağlam vətəndaş qazanır. Məsələnin bir başqa tərəfi də var. Bugün, məsələn, uşaqlar üçün bir çox şeylərin ödənişsiz olmağı dövlətin gələcəkdə o vətəndaşları sağlam şəkildə qazanmasının da təminatıdır, zəmanətidir. Məsələn, bugün bir sıra qurumlar açıqlama verirlər ki, uşaq pulu verilir, amma adı başqa cürdür. Bəli, haqlıdırlar, amma belə bir məsələ var da burada. O pul o uşaqlara verilir ki, onların fiziki məhdudiyyəti var. Yəni, bugün belə çıxır ki, biz övladımız fiziki məhdudiyyətli deyilsə, yəni sağlam uşaqdırsa, yəni nəticə etibarilə düzdür. Bütün hallarda biz insanları ağıllarına, zəkalarına görə ayıra bilərik. Onların fiziki məhdudiyyətləri, bu məsələ, yəni aidiyyatı yoxdur. Sadəcə demək istədiyim odur ki, yəni sabahları vətənin keşiyində duracaq, amma adam, yəni məhdudiyyəti olmayan uşaqdır, düzdürmü? Bəli, əlbəttə ki. Biz o uşağı kənarda qoyuruq ki, sən sağlamsan, bala, get nə vaxt xəstələnsən, onda biz sənə pul verərik. O birsinə də pul veririk ki, hə, tamam, mən başa düşürəm. Allah heç bir valideyni öz övladı ilə sınağa çəkməsin. Burası aydın. Amma nəticə olaraq axı məhdudiyyəti olmayan valideynlərin də bir qayğıları var, problemləri var, digər məsələlər var. Yəni sabahları belə deyək də, o hərbi çağırış vərəqəsi birinci məhdudiyyəti olmayan uşaqlara gəlirlər. Və yaxud da bu cəmiyyətin o demoqrafik prosesində, artım prosesində məhdudiyyəti olmayan qız uşaqları iştirak edirək. Əlbəttə ki. Yəni, o baxımdan da bu məsələlər bəzən belə açıqlamalar verib cəmiyyəti qıcıqlandırmaq olmaz ki, yox, dövlət vermir, əcəb edir, xeyr. Yaxşı, indi sabah dövlət deyək ki, bu qərara gəlindi ki, bu qədər müzakirədən sonra ki, dövlət bəlli bir məbləğ ayırdı. Deyək ki, 50 manat, 70 manat, 100 manat, hansısa məbləğ. Yaxşı, bu odda alovlu çıxış eləyənlər onda nə edəcəklər? Onda necə mal alayacaqlar ki, biz belə deyirdi, indi nətər oldu? Ona görə də, yəni bu məsələlərdə qıcıq yaratmaq lazım deyil. Ümumiyyətlə, indiyə qədər mən hələ bir adam görməmişəm ki, xalqın yanında olmayan bir adam görməmişəm ki, o, yəni bir cəmiyyətdə bir hörməti olsun, yaxud da bir nüfuzu olsun. Nəticə olaraq, hər bir, istəyir jurnalist, istəyir siyasətçi, istəyir başqa peşə sahibi, yəni insan əgər xalqının, millətinin yanında deyilsə, onlardan biri deyilsə, kimliyi artıq təfərrüatlı və önəmli deyil. Başa. Deməli, uşaq pulunun verilməsi sosial ədalət baxımından vacibdir. Şübhəsiz ki, vacibdir və bir daha deyirəm, baxın, biz sabahları hərbi komissarlıqların qarşısına gedək, məsələn, bir aydan sonra çağırışdır. Gedək görək orada hansısa fiziki məhdudiyyətli bir övladımızı aparacaqlar məskəri, xeyr. Orada sağlam olan, bəli. Bəs indi o uşaqda 2006-cı ildən dayandırılıb da bu proses.
biz böyük məbləğlər tələb eləmirik, nə bilim, milyonlar istəmirik. Sadəcə ən azından, məsələn, tutaq ki, uşaq sentyabrda məktəbə gedir, avqust ayında bunun bir hazırlıq prosesi olur da valideynlərin. Bəli. Məsələn, 2 övladı olan ailə bir 200 manat dövlətdən ona kömək olsa, uşağın heç olmasa çantasını özü alar, Bəli. ayaqqabısını, nə bilim, dəftərini də dövlət vermiş kimi olar da, yəni o pulun müqabilində. Tam razıyam. Biz demirik, bize ayda o Razi Nurullayev deyir ki, o da bir çox belə yöndəmsiz bir açıqlamaydı. Onun da ardınca, bilmirəm, kafelerin birində bir aşbazla video paylaşıb ki, mən də sizdən biriyəm, amma o tamamilə başqa bir mövzudur. Deyir ki, 500 manat verilərsə, insanlar arxayınlaşacaq. Bəli, mən razıyam ki, arxayınlaşan insanlar ola bilər və heç bir toplum, heç bir cəmiyyətdə hər kəs eyni ağlın yiyəsi olmur. Ancaq biz çoxluğu götürək, görək, bu 500 manat nə qədər insanı arxayınlaşdıracaq. Yəni, bu formada açıqlamalar, bir daha deyirəm, insanlarda qıcıq yaradır, özü çox pis formada yaradır. Aqressiya yaradır, qıcıq yaradır. Bilirsiniz, ailələrə, uşaqlara daha çox təsir edir bunlar. Bax, belə paylaşmalar. İnanın, o rəyləri mən özüm çox vaxt elə rəyləri oxuyuram. Özüm də utanıram ki, cəmiyyətin, yəni baxışı, cəmiyyətin bu cür rəyləri heç ağla sığmayan bir ifadələrdir. Ümumiyyətlə, son 10 ildə, mən indi 20 ildən yuxarıdır bu peşənin içərisindəyik. Bəzi məsələlər var ki, son 10 ildə, xüsusən son 5 ildə cəmiyyətdə belə anidən tanınan, üzə çıxan adamların 70%-i cəmiyyətin, bilmirəm, indi qəbul eləmədiyimi deyim və yaxud da cəmiyyətin damarına basmış adamlardır. Yəni, bəzən insan məşhurluq naminə, populyarlıq xatirinə elə bir açıqlama verə bilər ki, o 3 gün, 5 gün düzdür. Çox üzr istəyirəm bu ifadəyə görə. Kimsə söyüb məşhur eləyə bilərlər, amma bu sabun köpüyü kimi bir şeydir. Yəni, müəyyən bir yerdən sonra artıq unudulur, yaddan çıxır. Ümumiyyətlə, peşəkarlıq tamam başqa bir istiqamətdir. Mütləq. Peşəkarlıqdan söhbət açmışkən, İntiqam Valihoğlu mənim əziz həmkarım, həm də jurnalistdir. Və çox gözəl çıxışlarla TikTok, Instagram və Facebook platformalarında biz onu izləyirik. Gələk biraz bu sahəyə, İntiqam müəllim. Yəni, bax, bu peşənizdə olmaq istəyənlərə nələri bildirmək istəyirsiniz ki, yəni ilk addım atmaq istəyənlərə? Sosial mediaya gəlmək istəyənlərə? Yox, ümumiyyətlə, jurnalist peşəsinə, bəli, bəli. Əvvəla, bu il yəqin ki, qabiliyyət imtahanı falan olacaq. İndidən uğurlar arzu edirəm. Biz də uğurlar arzu edirik, bəli. Azərbaycanda ümumiyyətlə 10 nəfərdən 6-sının, hətta bəlkə 7-sinin söhbət edəndə görürsən, hamının bir uşaqlıq arzusu var, jurnalist olmaq arzusu. Bu, əslində, normal bir şeydir, ictimai peşədir. Yəni, hər kəs və yaxud bir çoxları istəyər ki, daha üzlü olsun, daha çox tanısın, amma jurnalistika təkcə sizin gördüyünüz, ekranda, efirdə, telefonda gördüyünüz həyatdan ibarət deyil. Bəzən səsləndirdiyim bir doğruya görə hansısa məhrumiyyətin olur. Bəzən ani ehtiyatsız bir kəlməyə görə milyonlarla insanın aqressiyasına məruz qalırsan. Ona görə də bu sahəyə gələn adamın əgər yazı pozu bacarığı da belə deyək, qələmi daha dəqiq desək yoxdursa, yəni nəyəsə güvənib, nə bilim, mənim boyum belədir, mənim görünüşüm belədir, bu şeylər insanı bir yerə qədər apara bilər. Deyək ki, tamaşaçı ilə ilkin təmasda hər bir insan təbii ki, bir göz zövqü var da, bir yaraşıqlı adam görmək istəyər falan, amma artıq bəlli bir nöqtədən sonra məlum olur ki, bu adamın içərisi boşdur, necə ki, biz bugün şahid oluruq müəyyən adamlarda bunu. Ona görə də bu sahəyə gəlmək istəyən uşaqlar 2 dəfə fikirləşməlidirlər. Yəni, digər peşələrlə də bağlı təbii ki, diqqətli olmaq lazımdır, amma jurnalistika biraz daha ağır məsuliyyətdir. Çünki burada, məsələn, müəllimin deyək ki, məsuliyyəti, sorumluluğu 25 şagird qarşısındadır və yaxud da vəkilin məsuliyyəti onun müvəkkili qarşısındadır. Amma jurnalistin məsuliyyəti bütöv cəmiyyət qarşısındadır. Yəni, səsləndirdiyim bir fikir bəzən cəmiyyətdə böyük bir doğru qarşılanmaya bilər. Tam razıyam. Yəni, əgər övladınız elə indidən belə deyim, biraz da kobud deyəcəm. Əgər uşağınız elə uşaq yaşlarından ağzım danışığım bilmirsə filan, bu sahəyə buraxmayın.
Tam Çünki razı. gələcək sizi də yəni təhqir etdirəcək cəmiyyət. Əlbəttə ki, gəldik bax belə bir mövzuya, təhlükəli bir mövzuya. Heç bax bu təhlükəli vəziyyətdə qalmısınızmı? Yəni olub ki, canlı efirdir və təhlükəli bir vəziyyətdə nə isə şərh edirsiniz və təhlükəli vəziyyətdə qalmısınız. Ekstremallıq bu işin bir hissəsidir. Hissəsidir, bəli. Hə, olub, kifayət qədər məsuliyyətli anlarda da belə şeylər baş verə bilir. Bəzən günlərlə hansısa bir efirə, yayıma hazırlaşarsan, anidən bir, məsələn, indi biz buradayıq, radiodayıq, texnikanın hansındasa bir narahatlıq yaransa, bunu heç kim zəmanətini verə bilməz. Ya səsimiz efirə düz getməz və yaxud da anidən başqa bir şey ola bilər. Bizim peşəmizin, işimizin bir qismi də bu texnoloji avadanlıqlarla bağlıdır, hə. Amma özümlə bağlı yox. Və yaxud da, amma elə olub ki, məsələn, oturduğun, nə bilim, stul, nə bilim, narahat ola bilər filan. Yəni, çox olub belə şeylər. Bunlar da peşənin bir hissəsidir. Peşəkarlıq da o situasiyadan tamaşaçı, izləyici hiss eləmədən çıxa bilməkdir. Bir sual da verəcəm, sonra keçəcəyik musiqi fasiləmizə. Ən çətin hazırladığınız xəbər və ya reportaj hansıdır? 2020-ci ilin lap sonları idi. Mən belə deyək də, bu erməni işğalçılarından torpaqlarımız azad olunandan sonra ora ilk gedən jurnalistlərdən biri olmuşam. Bəlkə də bir neçə gün məsələsi idi. O reportaj mənim üçün çox çətin oldu. Orada da məsələ o idi ki, danışılacaq və danışılmayacaq tərəfləri var. Bir də ki, biz buradan gedəndə mən nəzərdə tutmuşdum ki, gedib öz kəndimizi də görəcəm, amma Zəngilana Vecnəli yüksəkliyi deyilən bir yer var, qızıl yataqları var orada. Ora qədər getdik, Zəngilanın müəyyən kəndlərinə qədər getdik. Sonra vaxt etibarıyla özü çox qarlı, yağışlı, belə bir dəhşətli bir hava idi. Deməli, indi gedir hamı Şuşa yazılan yerdə belə tur çəkdirir, onda yox, o tamamilə riskli idi. Yəni minalardan təmizlənməmişik ərazilər. Müəyyən şeylərlə qarşılaşdıq, indi onlar sadəcə ola bilər ki, efir üçün deyil. Onda məsələn, mən gedib görə bilməməyim, sonra da gəlib onu yazıya çevirmək çox çətin bir proses olmuşdur. Yəni, buradan o niyyətlə gedirsən kəndinin, yəni hamı bilir, Zəngilan və Qubadlı hətta eyni rayon olublar və çox yaxındır da, belə deyək. Zəngilanın kəndləri ilə bizim kəndlər bitişik. Ora qədər ged, oradan 5 kilometr o tərəfə getmək alınmasın. Hə, o biraz çətin idi və bu həm də turist səfəri deyil axı ki, getdin, gəldin, alınmadı da. Amma bir də var, gəlib o prosesi yazıya çevirmək artıq 2 qat çətin idi. Bəli, peşəkar olaraq oraya getmişdiniz və orada artıq 2 qat məsuliyyət idi. Əziz tamaşaçılar, keçirik musiqi fasiləmizə. Qonağımız jurnalist araşdırmaçı İntiqam Valihoğludur. Adətən bu müavinətlər ilin sonuna doğru müzakirə edilir, amma bir ümid verici xəbər deyə bilərəm ki, deməli, qəbul olunan yeni qanuna əsasən Azərbaycanda bundan sonra hər il ən azı bir dəfə minimum əmək haqları artırılacaq və bu məsələyə baxılacaq ümumiyyətlə. Hətta 2 dəfə də ola bilər. Və paralel olaraq bu minimum əmək haqqı mövzusu yəni aktuallaşanda və bu artım baş verəndə digər müavinət növlərinə də təsirsiz ötüşmür. Yəni, belə deyək də, bu bir növü lokomotivdir digər müavinətlərin və sair bu artımlara görə. Ona görə də yəqin ki, bu ilin sonunda sizin nəzərdə tutduğunuz artımlar baş verəcək inşallah. İnşallah, təşəkkür edirik, təşəkkür edirik. İnşallah və İntiqam bəy, bir sıra məlumatları, yəni yeni xəbərləri ilk növbədə siz demək olar ki, çatdırırsınız. Bax, bu məlumatların doğruluğunu necə yoxlayırsınız? Bu artıq, bunu daha gənc jurnalistə soruşsaydınız, bu daha yaxşı olardı. Yox, bilirəm, amma sadəcə olaraq bu hamıya aid olan bir sualdır. Bildim, aydındır. Onun tamaşaçılar da soruşurlar, aydın məsələdir, amma 23 ildə əslində, mən 20 il dedim, 23 il ərzində xəbəri mənbələrdən dəqiqləşdirmək falan bunlar artıq bu yerdə qalmış prosesdir. Amma məsələn, hər bir xəbərin rəsmi mənbəsi var da, tutalım, sosial mövzularla bağlı məlumatdırsa, bu Dövlət Sosial Müdafiə Fondunun və yaxud da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqi olmalıdır burada və yaxud da hansısa hadisə yönümlü, kriminal yönümlü xəbərdirsə, burada Daxili İşlər Nazirliyi. Yəni, hər bir baş verən hadisənin, prosesin, xəbərin öz strukturundan rəsmi mənbə olmalıdır, bəli, təbii ki.
Jurnalist etikası sizin üçün nə deməkdir? Bax, bugün bizim üçün aktual bir mövzudur, bir də qayıdırıq bu Jurnalist söhbətə. etikası birinci növbədə dediyim kimi danışarkən, çıxış eləyərkən, həm söhbət olarkən insanları başa düşməkdir. Yəni bu gün mənə 500 yox, 5000 adam baxsın deyə nə gəldi danışım və yaxud da insanlarla çox aqressiv davranım. Bəli, yenə də sosial mediada da, televiziya ekranı qarşısında da oturan insanlar arasında kifayət qədər belə adamlar var ki, heç nədən səndə bir nöqsan axtarır, qüsur axtarır, bu aydındır. Amma belə məqamlarda biz maksimum çalışmalıyıq, belə deyək də, idarə eləyək vəziyyəti. O ki, qaldı məsələnin digər tərəfi, jurnalist etikası filan. Burada isə, məsələn, həm söhbətin ümumiyyətlə kimliyi, hansı peşənin sahibi olmağı, ümumiyyətlə, hansı bir xarakterin sahibi olmağı nəzərə alınmalıdır. Elə adam var ki, məsələn, ona rəsmi, ciddi, önəmli suallar verəndə xətrinə dəyir, xoşlayır özəl sualları. Elə adam var. Yəni, bu müsahibə görə bəzən o nüanslar dəyişə bilir. Amma ümumilikdə, təbii ki, müəyyən məsələlər var ki, bunlar isə qaçılmazdır jurnalist etikası baxımından, yəni vahid bir struktur olaraq, belə deyək, müəyyənləşdirilir. Sosial media araşdırma jurnalistikaya kömək edir, yoxsa mane olur? Sosial medianın faydası təbii ki var, amma faydası olmayan tərəfləri də var. Əvvəla ona görə ki, insanlar oxumaqdan daha çox baxmağa, görməyə üstünlük verirlər. Artıq illərdir bu belədir. Oxuyan izləyicimizin, oxucumuzun sayı demək olar ki, getdikcə azalır. Faydalı tərəfi odur ki, məsələn, Azərbaycanın hansısa bölgəsində bir hadisə baş verir, vətəndaşın bir problemi var, amma əli heç yerə çatmadığı halda bunu ən azı sosial mediada paylaşır. Biz jurnalistlər görürük və onu daha geniş auditoriyaya çatdırırıq. Yəni, təbii ki, faydaları da var, ziyanları da var, amma bizdə çox hayf ki, sosial media silah kimi istifadə edilir, nəinki belə faydalı bir şey kimi. Gizli mənbələrlə işləmək çətindir, yoxsa yox? Hər bir jurnalistin gizli mənbələri var. Sadəcə ən vacib məsələ odur ki, o mənbələri daim gizli saxlaya bilərsən və məsələn, bəlli bir müddətdən sonra o mənbələrin sənə elə bir etimadı yaranır ki, artıq deməyəcəklərini belə deyə bilirlər. Ancaq bir dəfə hansısa mənbəni nəyinsə naminə, nəyinsə xatirinə satdınsa və yaxud da ələ verdinsə, necə deyərlər, və salam. Ondan sonra artıq o gizli mənbə, anonimlik mövzusunda heç kimdən yaxşılıq gözləmə. Məsələn, bu yaxınlarda mənim təhsillə bağlı silsilə materiallarım olmuşdu. O məlumatları mən ötürən mənbə ilk dəfə anonimlik xahiş elədi. Sonraki gedişatlarda artıq özü başa düşdü ki, bu xahiş yersizdir. Yəni, çünki onsuz da mən onun anonimliyini saxlayıram, qoruyuram. Yəni, belə olan halda anonimliyi qoruyursansa, gizli mənbələr özü gəlir səni tapır. Hətta. Bəli, bəli. Demək, artıq o etibarı qazanırsınız. Etibarı qazanmaq lazımdır, bəli. Bəli. Ümumiyyətlə, hansı sahədə olursan, o etibarı qazanırsansa, o sahədə mütləq uğur əldə eləyə bilirsən. Amma etibarı bu ki, bir dəfə itirdin, artıq onu heç vaxt bərpa eləyə bilmirsən. Hətta ailədə belə, hətta ana-bala arasında, yəni, bəli, həyat yoldaşı arasında, hətta bax, bunlarda da etibarı, güvəni, dost arasında da bunlara etibarı, güvəni itirmək olmaz. Təzyiq və ya maneələrlə rastlaşmısınız heç bax bu sferada? Jurnalistikanın ana xəttidir də, bu leitmotivdir. Təbii ki, ilk illərdə daha çox olur belə şeylər. Sonraki illərdə onu sənə demədən. Məsələn, bax, belə deyək. 25 yaşlı jurnalistin qarşılaşdığı təzyiqlə 40-45 yaşlı jurnalistin rastlaşdığı eyni proseslər eyni deyil. Məsələn, 25 yaşlı jurnalistə izah eləməyə çalışırlar, öz təbirlərincə desək, başa salmağa çalışırlar. Amma artıq bəlli bir yaşdan sonra insan formalaşır, xasiyyət, xarakter, düşüncə. Orada artıq deyilmir. Sadəcə gizli bir əl sənə hər dəfə nəyəsə maneçiliyin törədir. Proses budur. Bunu artıq hiss edirsiniz. Hiss edirsən ki, məsələn, artıq nəyəsə maneçiliyi olur sənə. Amma 25, 20, 22, 23 bu yaşda mən 17 yaşımdan jurnalistikadayım. 18-17 yaşımdan və məktəb illərindən də mətbuatla əməkdaşlıq eləmişəm. O yaşlarda, bəli, daha çox səni başa salmağa çalışırlar ki, belə deyək də, o loru dinlənsək, bala ağıllı ol filan.
Görürlər ki, o bala ağıllanmadı, gəldi çatdı 40 yaşına falan. Onda artıq onu demirlər. Çünki Bilirlər ki, bala ağıllı yolla gəldi. Zaten belədir. Hə, ona görə sənə maneçiliklər başlanılır və o hansısa bir görünməyən əl görürsən ki, məsələn, sən bunu gətirib bura qoymuşdun, kimsə gətirdi, bunu qoydu 3 metr geriyə təzdən. Yəni, belə şeylər var. Əslində, amma bir məsələ də deyim də sizə, mənə görə bu cür yaşamaq, bu cür nətər deyirlər, ömür sürmək daha şərəflidir, daha fəxr olunasıdır. Çünki sonuçda insan belə deyək də, dönüb geriyə baxanda nə yaşamışam filan. Bir var kimisə hansısa tədbirdə görüb qabağına qaçırsan. Məsələn, mən Milli Mətbuat günündə bir tədbirə çağırmışlar, sonra bir neçə dəfə olub. Baxırsan ki, məsələn, 60 yaşında kişilərdir, qaçırlar öz oğulları yaşında bir cavan uşaqların qabağına. Nə var, indi müəyyən səlahiyyətləri varmı, nədirsə bilmirəm. Həmin adam da sənin yanından belə gəlir keçir, yəni baxsan ki, bunun 4 ayağı yoxdur, 4 dənə əli də yoxdur, yəni adi adamdır, burada nə var? Yəni, yenə də deyirəm, insan kimi yaşamaq, öz adını qoruyub yaşamaq hər zaman çətin olub, yəni. Bəli, işinizdə sizə motivasiya verən nədir? Əslində, bu elə biraz əvvəl dediklərim həm də motivasiyanın bir hissəsidir. İşdə mənə motivasiya verən odur ki, mən, məsələn, 100 izləyicinin çax bax bu radionun yerləşdiyi küçəyə, yəni kimsə görüb, bu filan, söydük, məşhur elədik, oydu və yaxud da filan kəsdə deməyəcək. Ən azından bilirsən ki, öz adınla, öz təmiz adından tanınırsan. 5 nəfər tanıyır, kifayət edir. Yəni, belə deyək də, və yaxud da, yəni, nə tanınırsansa, nə tanınmırsansa, öz adınla tanınmırsan, bu çox önəmli şeydir. Bəli, bugün İntiqam Valeh oğlu olaraq o yolu gedirsiniz. Yəni, digərlərinə oxşamırsınız, heç kimin yolunu getmirsiniz. Yəni, heç kimin, doğru dildə deyəcəm, heç kimin ayaqqabılarını geyinmirsiniz. Doğrudur. Bəli, əlbəttə. Amma mənim ayaqqabılarımı geyinmək istəyənlər olur, sadəcə ayaqqabı ağır gəlir, qoyub gedirlər. Yəni, o da var. Gələcək planlarımız haqqında istəyək, artıq verilişimizin son dəqiqələrinə çatmışıq. Gələcək məsələsi belədir ki, din deyir ki, gələcəyi çox düşünməyin, amma reallıqlar da var axı. Bəli. Reallıqlar bundan ibarətdir ki, mən ümumiyyətlə hesab edirəm ki, bir insan necə gəlib, o cürdə bu, yəni həyat marafondur da, gəlirsən, gedirsən. Bəli. Plan dediyimiz odur ki, bura qədər gəldiyimiz yaşayışı, həyatı, davranışları və özümüz üçün seçdiyimiz hansı ki bir xətt var, o xətti davam etdirmək və saçımızın, saqqalımızın ağaran vaxtında özümüzü, nətər deyərlər, qarğış, söyüş yiyəsi eləməmək ki, necə ki, bunu bəziləri eləyib. Bəli, bəli. Əsas odur ki, bax, o qarğış, söyüş yiyəsi olmamaq özü belə gözəl həyat yaşamaq deməkdir. Təbii, burada mənə bir sual veriblər, bir daha yarı zarafatdır, bir daha dünyaya gəlsəniz yenə bu sənətdə olardınız, ümumiyyətlə bir daha dünyaya gəlməzdim. Doğruda. Niyə? İntiqam müəllim. Valla, yəni gəlməzdim də, yəni. Yəni, yox, kifayət qədər sevilirsiniz, kifayət qədər tanınırsınız. Yəni, gözəl bir, elə bilirəm, həyat yaşamısınız bu bəlli yaşa qədər. Bizi necə, keyfiyyətli həyat yaşamısınız, hörmətli həyat yaşamısınız. Və hər adama nəsib olmayan bir şeydir. Elə ona görə gəlməzdim ki, ikinci dəfə birdən nəsə səhv eləyərəm, bu birinci dəfə yaşadıqlarımın hörməti xətri çıxar gedər. Allah eləməsin. Zarafat edirəm, amma doğrudan bizim həmkarlarımız arasında da elə insanlar var ki, 40, 45, 50 yaşına qədər doğrudan da yaxşı həyat yaşayıblar. Sonradan hansısa elə bir səhvə yol verirlər ki, məsələn, adamların 60 yaşı var, bugün cəmiyyət onları görəndə elə bilsən qutuda ilan görür. Yəni, bax, məsələn, o adamın da bəlkə də vaxtında ağlı olsaydı, elə 40-45 il yaşayardı, söhbət bağlanardı da. Siz necə, hörməti qazanır bir yaşa qədər, bir yaşda da artıq elə bir səhv işlədir ki, bütün o hörməti, nüfuzu yendirir. Allah bizi elə bir şərdən, xatadan qorusun inşallah. Təşəkkür edirik. Təşəkkür edirik. Çox gözəl bir müsahibə idiniz. Həqiqətən dünəndən biraz həyəcanlı idim ki, həmkarım İntiqam müəllimlə müsahibə alacam. Bizi elə insanlar var ki, onlarla müsahibə almaq üçün bir neçə gün əvvəldən artıq hazırlaşırsan. Bizi artıq onlar cəmiyyətə öz sözlərini demiş, nüfus sahibidirlər. Çox sağ ola İntiqam müəllim bizi qırmadınız, bizim bax, bu kiçik radiomuzun qonağı oldunuz. Yəni, xoşdur mənə. Radiomuz böyükdür əslində, məkanımız kiçikdir. Təbii. Yəni, ürəyimiz amma genişdir. Həqiqətən də xoş oldu, Aqil müəllimə də xoş oldu, mənə də xoş oldu. Mən Aqil müəllimə bağlı bir kəlmə deyim. Buyurun, buyurun. Əgər bu ona xoş gəlməyəcəksə, üzrxahlıq edirəm. Məsələn, insan var ki,
nə bilim, əlinin iki barmağında bir müəyyən bir xırda fiziki məhdudiyyət var. Bəli. Bəli. Özünün belə deyək də kiminsə üzərinə yük eləməyə çalışır. Amma Aqil müəllim baxmayaraq ki, müəyyən məhdudiyyətlər yaşayır, amma belə bir radio qrup təsis edib Bəli. və bu qədər, mən açığı deyim, mənim üçün çox təsirli məqam idi və hansısa müsahibələrimdə, hansısa çıxışlarımda səsləndirəcəyim müəyyən argumentlər ki olacaq. Təşəkkür edirəm. O siyahıda artıq bu məsələ yer aldı. Bizi aktual Çox sağ olun. mövzudur. Var Aktual. olun. İnsan Allah razı olsun. əqlən xəstə Yox, onu olmamalıdır. lap əvvəldən Fiziki dedim. məhdudiyyət xəstəlik nümunə deyil bu. göstərirsiniz ki, yəni Bəli. Aqil hər müəllim şey buradan nümunədir. başlayır. Bəli. Doğrudan da Çox sağ Aqil olun. müəllim nümunədir. Minnətdaram. Həm gözəl rəhbərdir, həm gözəl ailə başçısıdır, həm gözəl qayğıkeş atadır, insandır. Həqiqətən də Aqil müəllim tamam başqa bir adamdır. Heç hiss eləmirəm ki, mən Aqil müəllim o əlil arabasında əyləşibdir. Mən bunu hiss eləmirəm. Mən elə Allah ömür versin. Allah ömür versin, Allah Çox can sağ olun. sağlığı versin. Gözəl ailəsi var, əli adında bir gözəl balası da var. Allah qorusun. Maşallah olsun. Maşallah olsun. İzləyicilərimizə Bəli. təşəkkür Çox edirəm. sağ olun, Gəldiniz. İltiqam müəllim. Sizə Var olasınız, böyük çox sağ olun. minnətlərimizi bildiririk. Yaxşı ki varsınız. Təşəkkür Təşəkkür edirəm. edirəm. Çox sağ olun, var olun. Siz sağ olun. Sağ olun. Bəli. BSFM radiosunun dinləyiciləri və izləyiciləri bir daha hər vaxtınız xeyir olsun. Bununla da hər şeydən biraz verilişi sona çatdı. Sizə xoş həftə arzulayıram. Buyurun Aqil müəllim, sağollaşın. Təşəkkür edirəm bütün izləyicilərə və dinləyicilərə. Çox sağ olun deyirəm əziz izləyicilərimiz. Bugün araşdırmaçı deyək, jurnalist deyək. Əlbəttə ki, bizim qonağımız oldu. Çox sağ olsun gəldiyi üçün. Bugün də YouTube kanalına yerləşdirəcəyik. Əziz izləyicilərimiz YouTube kanalına yerləşdirəcəyik.